Bir uşaq pisdirsə, deməli valideyni düzgün tərbiyə vermir. Əgər valideyn yaxşı olsa, bunun övladı 100% yaxşı övlad olacaq. Və yaxud da bəzən müəllimlərdən belə iddia olunur, bəzən fikirləşirlər ki, cəmiyyətdən asılıdır. Bəzən elə bilirlər ki, psixologiya sehirli iksir kimi bir şeydir və yaxud da psixoloq hər şeyi bacarır. Yəni ən tənbəl uşağı apar psixoloqun yanına, bu tənbəl uşaqdan bir dənə dahi çıxardacaq. Əgər eləmirsə, deməli bu yaxşı psixoloq deyil. Hamı yaxşı olacaq və hamı müsbətə doğru dəyişəcək, belə bir fikir yoxdur. Bu da qeyri-mümkündür. Əgər doğrudan da elə bir yollar olsaydı, o yollar tətbiq eləyib cəmiyyətin bütün fərdlərinin həyatını müsbətə doğru dəyişərdi. Yaxşı, niyə insanlar dəyişmir? Cavabı çox sadədir. Adam istəmir. Əgər uşaq oxumaq istəmirsə, sən onu bir həddə qədər məcbur eləyərsən. Ancaq tamlığı ilə onun yerinə qərar verə bilməyəcəksən. Əgər ailə münasibətlərində bir insan ailəsini dağıtmağa doğru gedibsə, bunun xasiyyəti, düşüncəsi, qərarları bu istiqamətdə gedir və bərpa eləmək istəmirsən, sən onu ilə heç nə eləyə bilməyəcəksən. Ona görə bu birinci məsələdir, insanın özünün istəməyi. Bu istək çox önəmlidir və uğurun həyatımızı müsbətə dəyişməyin ilkin addımıdır. İstək tamam başqa bir şeydir də. Bir insanda olsa, bu ikinci söhbətimə eləməyin onun yeri var. Əgər yoxdursa, heç bir təlim, heç bir kitab onun həyatını dəyişə bilməyəcək.